Peyğəmbər salavatullah bayaq dedi ki, nə buyurur Ramazan ayı haqqında? Buyurur, siz Allahın qonaqlığına dəvət olunmusunuz. Təsəvvürün, qonaq süfrəyə daxil olanda o süfrəni tənqid eləməlidir, yoxsa orada diqqətli olub ədəb göstərməlidir. Biz ki, Ramazan ayında Allahın ziyafət süfrəsinə dəvət olunmuşuq, ziyafət süfrəsinin ətrafında oturmuş sayıldıq, dəvət olunmuş sayıldıq. Qonaqlıqda necə insan özünə diqqət göstərir ki, ev yiyəsindən qonaq dəvət edən şəxsdən ayıb olar, artıq əski hərəkət eləsəm. Allah da sanki bu süfrəyə, bu ziyafətə dəvət etməklə bizim diqqətimizi artırır. Süfrə ədəbini bizə xatırladır. Danışığa nəzarət artır. Qəlbi incitmək, insan bir başlayır ki, qonaqlıqda hansı işlərə riayət eləyərdimsə, bu ayda da həmin işlərə riayət eləyim. Məsələn, qonaqlıqda çalışsan ki, kimisə qəlbinə toxunmayasan. Bu ayın da xüsusiyyəti budur ki, başqalarının qəlbinə toxunmayasan. Təkcə mədədən yaxud acılıqdan getmir. İnsan yeməyi azaltdığı kimi, gün ərzində yeməkdən istifadə etmədiyi kimi, yeməyin azaltdığı kimi bu ayda qəzəbini də azaltmalıdır. İnsan qidasını azaltdığı kimi qeybəti də azaltmalıdır. İnsan maddi nemətlərdən özünü bir azaltdığı kimi nəzarətsiz bütün reaksiyaları azaltmağa başlamalıdır. İmam Sadiq əleyhissalam ona görə buyurur ki, oruz yalnız yeməkdən ibarət, yeməkdən çəkinməkdən ibarət deyil. Bizim fikirləşməli ki, bizim tutduğumuz oruc görəsən mədə orucudur, yoxsa qəlbin, ruhun orucudur. İnsan bu ayda bir neçə sual verməlidir özünə ki, Ramazan gələndə görəsən biz dəyişirikmi? Biz də dəyişirikmi? Yoxsa yalnız elə təqvim dəyişir ki, Ramazan ayı gəldi, keçdi. Təqvim dəyişdi, yoxsa bizdə də bir dəyişiklik yarandı. İnsan bu haqda düşünməlidir. İnsan sual verməlidir özünə ki, görəsən biz orucu saxlayırıq, yoxsa oruc bizi saxlayır? Bunların ikisi fərqli anlayışdır. Əgər biz oruc bizi saxlayırsa, Ramazan bitəndən sonra biz əvvəlki insan olacağıq. Əgər biz orucu saxlayırıqsa, yəni davam eləyəcəksə oruca, Ramazandan sonra da Ramazanda tutduğumuz halı davam etdirəcəyik.